hər birinizi xoş gördük. Bugün sizinlə artıq 5-ci sinif 2-ci hissənin 6-cı bölməsinin 2-ci mövzusundayız. Davamlı videoların gəlməsi üçün kanalımıza abunə olun. Aşağıda göstərilən WhatsApp kanalı var, ora qoşulun. Bura yerləşdirə bilməmişəm, yazmamışam. Deməli, vaxt itirmədən biz nəyə keçirik? Biz tapşırıqlarımıza keçirik. Tapşırıqları bu dəfə üçün burada yazmışam. Çalışın bu yazılanları oradan oxuyarsınız. Deməli, məlumat vərəqini nəzərdən keçirin və Övliya Çələbi haqqında rabitəli mətn qurun. Baxın, birinci məlumatımız tədqiqatçı və səyyah olub, doğum yerin verib, vəfat yerin verib, təhsili barədə məlumat verib, səyahət etdiyi yerlər və yaradıcılığı haqqında məlumat verib. Biz də buna uyğun bir mətn yazmışıq. Deyir, Övliya Çələbi 17-ci əsrdə yaşamış tədqiqatçı, deməli, tədqiqatçı və tarixçi və yazıcı olmuşdur. O 1100 bu nə idi? Bu niyə belə açıldı? Hoppa, hə. Aha. Ondan başqa bu 1611-ci ildə Türkiyədə İstanbul şəhərində dünyaya göz açıb. Çələbi əvvəlcə mədrəsədə, daha sonra isə Saray məktəbində təhsil almışdır. Məktəb təhsilə yanaşı xəttatlıq. Burada xəttatlıq, bu niyə belə yazılıb? Xəttatlıq, musiqi, bədən tərbiyəsi, bunlar bitişik yazılmalıdır. Səhv olub, çap səhv olub. Tərbiyəsi və xarici dillər üzrə müəllimlərdən fərqli dərslər aldı. Avropa, Qafqaz, Misir və s. kimi bir çox ölkələrə səyahət etmişdir. Gəzdiyi yerlər barədə isə təəssüratlarını, bu eyni şeydir, sadəcə burada səhv olub, təəssüratlarını 10 cildlik səyahətnamə əsərində qeyd etmişdir. Övliya Çələbi 1686-cı ildə Misirdə vəfat etmişdir. Bu 1A tapşırığının cavabı budur. Keçirik 1B. Qədim Misir haqqında nə bilirsiniz? Fironlar, mumiyalar, Misir piramidaları haqqında bildiklərinizi danışın. Uşaqlar, qədim Misir haqqında mən sizə burada kiçik bir məlumat hazırlamışam. Misir Şimali Afrikada yerləşən qədim və zəngin tarixi olan bir ölkədir. Nil çayı boyunca inkişaf etmiş Misir sivilizasiyası dünyanın ən qədim və möhtəşəm mədəniyyətlərindən biri sayılır. Qədim Misirlilər elm, tibb, memarlıq və astronomiya sayəsində böyük nailiyyətlər əldə ediblər. Misir piramidaları qədim Misir fironlarının məqbərələri kimi inşa edilmişdir. Monumental tikililər ən məşhur piramidalar Qahirə yaxınlığında yerləşən Giza piramidalarıdır. Bunlar arasında ən böyük isə Xeops piramidasıdır. Eramızdan əvvəl 2560-cı illərdə inşa edildiyi güman edilir və dünyanın 7 qədim möcüzəsindən günümüzə qədər salamat qalan yeganə abidədir. Piramidalar əsasən daş bloklardan tikilib və fironların ölümündən sonra onların ilahi varlıqlar kimi əbədiləşdirmək məqsədilə inşa olunub. Bu tikililər qədim Misir memarlığının və mühəndisliyinin şahəsəri sayılır. Keçirik, burada mətni oxumuşam mən. Mətni oxuduğuma görə, burada xət çəkdim, burada bilmədim. Mətni oxuduğuma görə mətni ötürürük, buna diqqətli olmalıyıq. Bununla bağlı bizə sual gələcək. Gəlirik birbaşa C variantının sualına. C variantında bizdən istəyir ki, simmetriya sözünü izah elə. Mən də burada sizin üçün simmetriya sözünü izah etmişəm əslində. Simmetriya, baxın, simmetriya, burada. Bura baxın. Simmetriya hər hansı bir əşyanı tən ortadan iki hissəyə böldükdə, bu niyəsə bunlar biraz aralı düşüblər. Böldükdə iki hissənin eyni forma və ölçüdə olmasıdır, mütənasiblikdir. Övliya Çələbinin simmetriya haqqında məlumatı var. O bilirdi ki, xəritəni tən ortadan bölsə, sonradan digər hissəsini tapa bilər. Çünki yuxarıda görür tən ortadan bölür, qoyur cibinə, sonra gedir, öz yoluna davam edir. Aşağıda verilmiş sözün izahında səyahətnamə. Səyahətnamə sözünü uşaqlar. Səyahətnamə nə deməkdir? Səyahətnamə ümumiyyətlə səfər haqqında əsər deməkdir də, burada da. Namə özü məktub deməkdir. Səyahətnamədə hər hansı bir səyahət haqqında mətn, əsər deməkdir, ədəbi əsər deməkdir. Sonra gəlib D variantı söz boğçasına bənzər bir tapşırıqdır. Burada dəvətnamə, çağırış kağızı, dəvət kağızı, nəsihətnamə, nəsihət, öyüd, böyüyə hörmət ifadə olunan əsər, təşəkkürnamə, təşəkkür yazılmış rəsmi sənəd, təşəkkür bildirən kağız, etibarnamə, bir şəxsin və idarənin adından iş görmək üçün icazə verilən rəsmi kağız, sənəd, vəsiyyətnamə, yazılı vəsiyyət, vəsiyyət kağızı, vəsiyyət sənədi və burada da təbii görürsünüz, bunların hamısının izahlarını siz üçün qeyd etmişəm. Vəsiyyətnamə, yazılı vəsiyyət kağızı, tələbnamə bir şeyin verilməsi və ya bir işin görülməsi haqqında rəsmi xahiş. Gəlirik 2A tapşırığına.
Deyir ki, sizcə atası Övliya Çələbiyə nə üçün müxtəlif dilləri öyrənməyə tövsiyə etmişdi? Çünki müxtəlif dilləri öyrənsəydi bir neçə dili başa düşərdi. Orada baxın, orada səhrada danışırdılar və o başa düşmədi bunların başına gələcək və sadəcə hiss elədi, hissi ilə idi. Başa düşsəydi daha dəqiq məlumat ala bilərdi və bunu da qeyd etmişik. Məncə müxtəlif dilləri bilmək səyyahlar üçün, yəni səyyah çox yeri gəzən adama deyirlər də, səyyahlar üçün üstünlükdür. Müxtəlif dilləri bilmək onu deməli bilmək onların işlərini asanlaşdırır. Mətndə qeyd olunur ki, Çələbi Kərvanbaşı və dəstə üzvlərinin söhbətini anlamır. Söhbətini hara gedib burada bilmirəm. Söhbətini anlamır, ona görə də planlarını yalnız təxmin edir, düşünə bilir. Bu 2A tapşırığının cavabı ola bilər. Gəlirik 2B tapşırığına. Nə üçün Misrə səyahət zamanı miting vasitəsi at deyil? Çünki dəvələr daha da özünlü olur. Dəvələr səhra gəmisi adlanır. Bunun haqqında sizə məlumat vermişəm. Dəvə çox dözümlü heyvandır. Günlərlə ac-susuz uşaqlar belə yazılmır, çaşarsız, ac-susuz qala bilir. Uzun səfərə çıxmazdan əvvəl dəvə doyunca yeyib içir. Yeyib içir də defisinə yazılmalıdır. Defisinə yazılmalıdır uşaqlar bu. Bu niyə bu günə düşdü? Yeyib içir, yeyib içdiyini bir hissəsini həzm edir, qalanını piyə çevirir, hürgüc. Hürgüc uşaqlar. Bu hissə ki var, bu hissə yəni bunu görüm eləyəcək bu. Aha. Bu hürgüc deyilən hissə uşaqlar dəvənin öz belinə yığdığı bir hissədir. Bu hissədə bu hürgüc deyilən hissə dəvə bunun içində su yığır. Dəvənin belində hündür yerlər var ha. Ora hürgüc adlanır. Ona diqqətli olmaq lazımdır. Dar gündə saxlasın lap yaxşı. Növbəti burada uşaqlar bəzilərində çap səhvi görərsiniz burada. Çap səhvi dediyim görürsünüz burada belə şeylər var. Mənim əsəblərimi oynadır biraz bunlar. Saxlayır. Deməli, bu xüsusiyyətlər atda yoxdur. At tez susayır, ayaqları nazik və uzun olduğundan qumda çətinliklə yeriyir. Bu səbəbdən də tez yorulur. Çətinliklə sözü burada bitişsəydi daha yaxşı olardı. Çətinliklə yeriyir və bu səbəbdən tez yorulur. Keçirik növbəti. Mətndə rast gələn, əlim çaşır da bilən budur. Uşaqlar, qum fırtınası nədir? Bədəvi nədir? Böyük piramida. Xeops piramidası haqqında yuxarıda məlumat vermişdim. Baxın, Xeops piramidası haqqında mən burada məlumat vermişdim, amma yenə siz üçün burada xüsusi bir məlumat hazırlamışam. Qum fırtınası təbiət hadisəsidir. Güclü külək yerdən xeyli miqdarda toz ya da qumu havaya sovurur. Əsasən quraq bölgələrdə, səhralarda baş verir. Bir neçə dəqiqədən bir neçə günədək davam edə bilər. Qum fırtınası gözlərin qıcıqlanmasına, görmədə problemlərə və nəfəs almanın çətinləşməsinə gətirib çıxara bilər. Qum fırtınası zamanı göz, ağız və burun örtülməli, varsa qoruyucu iynə taxılmalıdır. Fırtına zamanı mümkün qədər hərəkət edilməməlidir. Bədəvi nədir uşaqlar? Bədəvi ön Asiya və Şimali Afrika səhralarında yaşayan köçəri ərəblərdir. Ərəb dilində bədəvi sözünün mənası səhranın köçəriləri deməkdir. Bədəvi ailənin ən hörmətli və ən varlı şəxsinin şeyxin idarə etdiyi kiçik tayfalar şəklində açıq səma altında, yenə burada nəsə düşməyib burada, altında yaşayırlar. Əsasən dəvəçiliklə məşğul olurlar. Sonra gəlir böyük piramida. Böyük piramida uşaqlar Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Düşməyib bura. Bu qaya parçalarından bu ayrı yazılıb, siz ayrı yazmayasınız uşaqlar. Parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqqında ağla batmayan fərzlər irəli sürülüb. Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir. Bu da onları tikdirmiş fironların adıdır. Giza ehramları digər ehramlardan əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlməyib və onların necə tikilməsi yenə sözü yoxdur burada. Tikilməsi hələ də elmə məlum deyildir. Firon Xeopsun oğlu Xefren üçün tikilmiş olanların hamısı silinib uşaqlar. Tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Tilərin hamısı itib. Çatır. Giza ehramları biçi yazılmalıdır. Arasında yalnız Xefren ehramının daxilində giriş vardır və bu giriş ölülər otağına aparır.
Sonra uşaqlar, Sina çölü haqqında. Sina bəzi mənbələrdə Sinay kimi də adlandırılır. Sina Misirdə yerləşən yarımadadır. Sina yarımadası sözü nə etməlidir? Bitişik yazılmalıdır. Şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 6000 kvadrat kilometr əraziyə malikdir. Sinanın böyük hissəsi səhralarla örtülüdür. Yalnız şimalda Aralıq dəniz sahilindəki qumlu çimərliklər boyunca zeytun bağları uzanır. Yarımadanın şimal şərqində olsa, şimal şərqində Bardavil gölü yerləşir. Göldə ekzotik balıq növlərinə rast gəlinir. Yarımadanın cənubu dağlarla örtülüdür. Vaxtilə yenə yoxdur. Qədim Misir fironları Sina yarımadasında qızıl və mis hasilatı ilə məşğul olmuşlar. Keçirik növbəti. Övliya Çələbi Misrə səyahət zamanı hansı təhlükələ qarşılaşdı? O da hansı təhlükələ? Burada nə təhlükələrlə qarşılaşdı? Birincisi nə ilə? Birincisi qum fırtınası. Bədəvi hücumu. Bir də ki, şəkillərə baxır. Şəkillərdə 2 dənə şəkil verib bizə. İlan da var burada, uşaqlar. Əqrəb də var burada. Mən də ilan və əqrəblər haqqında nə ola bilərdi? Gəlin belə bir ilanlarla bağlı hekayəyə yazaq. Deyir, karvan səhra ilə bir xeyli yol getmişdi. Birdən dəvələr hürküb dayandılar. Bu ilana aid yazıram indi. Karvanbaşı qışqırdı. Ehtiyatlı olun, yəqin heyvanlar iral görüblər. Doğrudan diqqətlə baxanda qarşıda isti qumun üzərində qıvrılıb özünü günə verən ilanları görmək olurdu. Bu İlanların nə qədər zəhərli olduğunu hamımız bilirdik. Odur ki, yolumuzu dəyişib ilanlardan uzaqlaşdıq. Sonra, uşaqlar, bura baxın. İkinci əqrəb nə ola bilər burada, uşaqlar? Əqrəblər, artıq hava qaralırdı. Gecələmək üçün düşərgə saldıq. Həşəratlardan, ilanlardan qorumaq üçün çadırı quma yaxşı bərkitmək lazım idi. Hələ yola çıxmazdan əvvəl hansı təhlükələrlə rastlaşacağımız haqqında maraqlanmışdım. Əgər səhrada səyahət edirsənsə, təhlükələrdən ən böyük əqrəblər yarada bilər. Bilirdim ki, əqrəbin sancmağı ölümcül ola bilər. Yəni, zəhərli əqrəblər görə bilərlər. Keçirik dinləmə mətni. Uşaqlar, bu dəfə dinləmə mətnini siz üçün özüm oxuyacağım. Deməli, və bir-bir suallara cavab verəcəyik. 3B tap, 3A-nı bura yazacağım. A burada olacaq. Xəritənin, deməli, dinləmə mətni. Xəritənin yarısını çıxarıb qumun üstünə sərdim. Digər yarısını da qumda çəkdim. Xəritədə piramidanın 4 qapısı təsvir olunmuşdur. Neçə qapı? 4 qapı. Əgər şimal qapısından girərsəm, xəzinəyə daha tez çataram. Bunun üçün iç-içə 4 qapıdan keçməliydim. Digər qapılardan girərsəm, aza bilərəm. Mənim əlimdə xəritə piramidanın qarşısında dayanmışdım. O qədər böyük idi ki, mən onun yanından qarışqa qalmışdım. Baxın, burada deyir ki, nəyə görə şimal qapısından girmək istəyir? Çünki digərlərində aza bilərdi. Ay, hara getdim uşaqlar? Çox getdim mən. Əlimdəydi, çox getdim. Deməli, çünki aza bilərdim. Deməli, mən əlimdə xəritə piramidanın qarşısında dayanmışdım. O qədər böyüdü ki, mən onun yanında qarışqa kimi qalmışdım. Görəsən bunlardan hansı şimal qapısıdır? Tez xurma ağaclarının gövdəsinə baxdım. Mamır axtarırdım. Amma sonra bu isti mamır nə gəzir deyə düşündüm. Bir də xəritəyə baxmaq istəyəndə gözüm qumun üstündə hərəkət edən qarışqalara sataşdı. Qarışqaları yuvalarına qədər izlədim. Yuvaların hamısının ağzı eyni tərəfə baxırdı. Deməli, bura cənub tərəfdir. Deməli, qarışqaları izlədi. Bunu biraz balacalaşdıra yerək. Deməli, qarışqaları izlədi. Qarışqaları izlədi və müəyyən etdi. Deməli, cənub tərəfdir. Əks istiqamətə getməliyəm.
Birazdan böyük bir qapının ağzında dayanmışdım. Əlimi qapının üzərinə gəzdirib ulduz işarəsini üstündə saxladım. Qapı gürültü ilə, lakin yavaş-yavaş açıldı. Çəkinə-çəkinə içəri girdim. Qapı bağlandı. Elə bir neçə addım atmışdım ki, bir səs eşidildi. Bu otaqdan keçə bilmək üçün bir suala cavab verməlisən. Ayaq saxladım. Səs davam etdi. Suya rəsm çəkilərmi? Bir xeyli düşündüm. Vaxt gedirdi. Cavab verə bilməsəm, nəinki xəzinəyə çatmaq, heç geri dönə bilməzdim. Sonuncu saniyələrdə həyəcanla dedim. Çəkilə bilər. Necə? Ebru ilə çəkilə bilər. Çələbi otağa keçmək hansı sualları cavablandır? 1. Uşaqlar, gəlin burada sizin üçün qeyd edeyim. Deməli, hansını yazırıq? 3A sual 3A 4-cüsünü yazıram uzaqdır. Deməli, hansı suallara? Suda şəkil çəkilə bilərmi? Bu birinci sual oldu uşaqlar. Keçirik sonra cavab verdim. Bu otaqdan digərinə keçdim. Xeyli yol getdim. Birdən qarşıma böyük bir güzgü çıxdı. Güzgüdə minlərlə Övliya Çələbi göründü. Bunlardan hansı sənsən? Düzgün cavab versən növbəti oğa keçərsən. Yoxsa belə bir səs gəlib. Deməli, bunlardan hansı sənsən? Bunlardan hansı sənsən? Buna da cavab verdi. Sonra o xeyli güzgüyə baxıb durdum. Sonra əlimi qaldırdım. İlk qalxan əl mənim olmalı idi. Digər əlləri daha gec qaldırmalı idilər. Sağ əlimi qaldırdım, bərkdən qışqırdım. Bax, bu mənəm, bu mənim əksimdir. Yenə doğru cavabı tapdığıma sevinirdim. Növbəti otağa keçdim. Otağın küncündə bir sandıq qoyulmuşdu. Gəlib sonuna çatmışdım. Birazdan dünyanın ən varlı insanı olacaqdım. Əlimi uzadıb sandığı yavaş-yavaş açdım. Lal cəvahirətin işığı gözlərimi qamaşdırdı. Bir də baxdım ki, sandığın içindəkilər sanki quyuya tökülürmüş kimi aşağı axır. Özümü toplayıb əlimi uzandıqda sandıqda heç nə qalmamışdı. Axı niyə? Deyə qışqırdım. Əslində bu bir oyundur. Sən də bu oyunu qazanmısan. Həyatda hər şey bu qızıllar kimi axıb gedər. Ruhdan düşmə. Sandığın dibindəki məktubu götür və oxu. Zərfi götürüb açdım. Orada yazılmışdı. Ey xəzinə ovçusu, sən əlindən gələni elədin. Doğru yolda irəlilədin. Buna səbəb dürüst, ədalətli və ağıllı olmağındır. Bu xüsusiyyətlərinə sahib biri əsla unutmaz. Uşaqlar, suda şəkil çəkmək sualı var idi ki, o da Ebru sənətidir. Ebru sənəti uşaqlar biraz inkişaf etmiş, indi daha çox inkişaf eləyir. Orada Ebru sənətində suyun üzündə şəkil çəkmək olur. Keçirik 3B tapşırığına. 3B tapşırığı görək bizdən nə istəyəcək? Mamır haqqında məlumatı və mətndən verilmiş cümləni oxuyun. Sizcə Çələbi nə üçün ağacın üstünə mamır axtarır? Çünki uşaqlar, mamırlar həmişə şimal tərəfdə çıxır. Baxın, rütubətin çox olduğu yerlərdə, ağacların gövdəsində, divarlarda görürsünüz. Burada bizə onsuz da onu verir. Deməli, baxın. Deyir, məlumatda qeyd edilir ki, mamır rütubətin çox olduğu yerdə. Rütubətin çox olduğu yerdə bitir. Bu T ilə bağlı nəsə problem var. Səhrada isə istidir. İsti olduğuna görə burada mamır nə gəzir? İsti yerdə quraqlıq olur. Yəqin ki, Çələbi quraqlıq yerdə mamırın bitmədiyini işarə edir. Bəli, mamır bitmir, ona görə qarışqaları izləyir. Qarışqalar cənub tərəfdə olduğuna görə onun əksi şimaldır. Ona görə həmin şimal yolla davam eləyir. Növbəti 3C tapşırığı. 3C tapşırığında bizdən nə istəyir uşaqlar? Aşağıdakı fikirlər. Səmti müəyyən etmək üçün üfüqün cəhətlərini bilmək lazımdır ki, bəli, üfüqün cəhətlərini bilməsin, hara getdiyini bilməzsən. Üfüqün cəhətləri bilmədən səyahət edən insan meşədə, çöldə, səhrada, dənizdə və başqa açıq ərazilərdə mənzil başına aparan yolu tapa bilməz. Üfüqün 4 cəhəti var. Bu T nə oldu? Nə belə T oldu? Heç yazılmır. Şimal, cənub, şərq, qərb. Günəşin çıxdığı tərəf şərq, batdığı tərəf qərb adlandırırlar. Günorta günəş cənubda olur, üfüqün şimal adlanan 4-cü cəhətində isə günəş heç vaxt görünmür. Mətndən məlum olur ki, Çələbi piramidanın şimal qapısını axtarır, düzgün istiqamətə səmtə getmək üçün şimal cəhətini müəyyənləşdirməyə bacarır. Deməli, cəhətləri bilmək mənzilə çatmaq üçün vacibdir. Növbəti ikinci sual, qarışqalar yuvaların, ağacların, kolların cənub tərəfində qurur. Deməli, mətndə deyilir ki, Çələbi qarışqaları yuvalarına qədər izləyir. Yuvaların ağzı hansı tərəfə baxırsa, o tərəf cənub olduğunu anlayır. Çünki qarışqaların yuvası cənub tərəfdə olduğunu əvvəlcədən bilirdi. Yəni, bildiyinə görə onun üçün çətin olmur. Növbəti uşaqlar, İstanbul şəhəri haqqında bizə məlumat verib.
Türkiyənin ən böyük şəhəridir. Bosfor boğazı və Mərmərə dənizinin sahilində yerləşir. 15-ci əsrə qədər Konstantinopol adlandırılıb. Əhalisinin sayına görə Avropada birinci, dünyada 6-cı şəhərdir. İqlim əsasən mülayimdir. Görməli yerləri var. Ayasofya, Topkapı sarayı, Dolmabağça, Qalata Kulesi. Bir qülləsidir, yəni Türk kulesi deyir də. Uzunluğu 1560 metr olan Bosfor körpüsü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir. Yeməkləri haqqında məlumat verib. Bunu öyrənirik, keçirik B tapşırığına. B tapşırığında bu ümumiyyətlə yuxarıda gördüyünüz reklam vərəqidir. Reklam vərəqində biz nəyi tapacağıq? Reklam vərəqində deyəcək ki, 1. Dünyanın ən qədim şəhərlərindən biridir. Bəli, bunu biz yuxarıda görürük. Dünyanın ən qədim şəhəri olduğunu harda görürük? 15-ci əsrə qədər Konstantinopol adlandırılıb. Bəli, deməli, dünyanın ən qədim şəhərlərindən biridir. Qitələr arasıdır. Qitələr arası harda görürük? Baxın, Avropa və Asiya qitəsini birləşdirir. Baxın, qitələr arası bu tapşırıqda görürsünüz. Qitələr arası şəhərdir, çünki iki yeri birləşdirir. Sonra deyir ki, qədim zəngin mətbəxi var. Bəli, baxın, mətbəxdə dəniz məhsulları var, xəmir yeməkləri var. Reklam vərəqində hamısı bunu göstərib. Ona görə diqqətli olmaq lazımdır. Bu tapşırığı yenə mən eləməyəcəm uşaqlar. Burada mən çəkə bilmərəm. İnternetdən sizə müəllimə tapşırıq verərsə, Bakının şəkillərini tapırsınız, Bakıda olan necə deyirlər, qalaları tapırsınız, əsas yerləri tapırsınız və yeməklərini tapırsınız, Şuşanın, Naxçıvanın şəklini. Bunu mən WhatsApp qrupumuzda qeyd eləyəcəm. Aşağıda linkdə WhatsApp qrupuna qoşulun. Müzakirə şəklində şəkilləri atacağam sizə, məlumatları yazacağam. Köməkləşib bu tapşırığı etmiş olarıq. İndi isə dil qaydalarına keçirik. Dil qaydalarına keçdiyinə görə biz buranı nə edirik? Buranı bağlayırıq. Artıq dil qaydaları ilə özümüz davam edirik. Dil qaydalarımız bizim say haqqında olmalıdır. Artıq say haqqında öyrənəcəyik. Deməli, verilmiş sayları miqdar və sıra saylarına ayırın. Uşaqlar, miqdar sıra sayları, görürsünüz burada sıra sayları ıncı ilə düzəlir. Sıra sayı, ıncı. Üstü 4 şəkilçisi ilə düzəlir. Deməli, sıra saylarını, gəlin belə deyək də, burada sıra saylarını eləyəcəm mən bənövşə ilə, digərdə qalacaqsa miqdar sayları. Sıra sayları, baxın, 10-cu, ay hələ bir dəfə çəkək üstündən. Sonra 12-ci, 95-ci sıra sayıdır. Rum rəqəmi ilə yazılır 9-cu, 141-ci sıra sayıdır. Rum rəqəmi ilə yazılır 8-ci sıra sayıdır. Yerdə qalanlarsa miqdar sayılarıdır. İndi isə verilmiş mətnlərin sayıları seçib sözlə ifadə eləyin. Gəlin sözlə yazacağıq bunları. Nə çox asan. 2 hissədəni burada yazıblar olsun. 2. Bu olacaq 1. 1 yarım il üçün nəzərdə tutulmuş. Hər hissə 1 yarım, 1. Bu isə necə olacaq? Birinci. Növbəti mənəvi dəyərlərimiz, ana təbiət sözləri, mənşə haqqında maraqlı mətnlərlə tanış ol. Bu isə 4. 4 necə yazacağıq? 4. Ən çox xoşuma gələn birinci. Bunu da belə yazacağıq. Baxın, birinci. 4-cü. Asan tapşırıqdır. Fəslində verilmiş sözün qüdrətli mətni oldu. Bu mətn dərsinin 18-ci. Baxın. 18-ci. Səhifəsində verilmişdir. Hazırda biz dərsinin ikinci hissəsi ilə. İkinci. Keçirik növbəti tapşırığımıza. Cümlələrdə sayıları müəyyən edin. Hansı söz varlığın dəqiq sayını? Baxın, dəqiq sayına görə. Az söz dəqiq deyil uşaqlar. Bu dəqiq deyil. Bunu silirik. İnci təminatı çox söz, sözün qiyməti olmaz. 5000 sözün izahı. 5000 artıq bir sözün dəqiq mənasıdır. Dəqiq olduğuna görə biz ona miqdar sayı, müəyyən miqdar sayı deyəcəyik. Müəyyən miqdar sayı deyəcəyik. Bu nə deməkdir? Deməli, miqdar sayılarının 3 növü var. Müəyyən miqdar sayıları dəqiq miqdarını bildirir, konkret sayı bildirir. Qeyri-müəyyən miqdar sayıları əşyanın dəqiq olmayan miqdarını bildirir. Burada misal göstərib. Onsuz da bizə kəsr sayıları isə riyaziyyatda keçmişiz kəsr 5-də 3, 7-də 2 bu kimi sayıları bildirir. Yəni bunlarla bağlı tapşırıqları. Cümlələrdə işarələnmiş sayıları seçin və miqdar sayının hansı növünə?
10 gün, 10 gün olduğuna görə nədir? Müəyyən miqdar. Miqdar sayı. Sayı. Sonra 5-6. 5-6 nədir uşaqlar? 5-6 olacaq qeyri-müəyyən. Qeyri-müəyyən miqdar sayı. Qısa yazıram. 2 qələm. Müəyyən miqdar sayı. 4/1 isə kəsr sayı. Minlərlə dəqiq say bilinmədiyinə görə qeyri-müəyyən miqdar sayı. Səma konvertləri bölü 3/1 hissəsində bu da olacaq kəsr. Kəsr. Keçirik növbəti qaydaya. Uşaqlar, burada sıra sayıları. Sıra sayıları deməli sözlə ifadə oluna bilər, bir də bir neçə şəkilçi ilə rum rəqəmi ilə ifadə oluna bilər. Sıra sayıları incə şəkilçinin köməyi ilə düzəlir. Rəqəmlə olarsa özündən sonra cu şəkilçisindən istifadə olunur. Roma rəqəmləri ilə olanda cu şəkilçisindən istifadə olunmur. Müəyyən miqdar sayıları həm rəqəmlə, həm də söz və rəqəmlə yazıla bilər. Qeyri-müəyyən miqdar sayıları daha çox sözlə yazılır. Bəziləri var ki, bu tip necə deyirlər, həm söz, həm də rəqəmlə yazıla bilər. Kəsr sayıları sözlə yazılır və daha şəkilçisindən istifadə olunur. Rəqəmlə istifadə olundaysa maili xətt və vergüldən istifadə olunur. Bu da əsasən riyaziyyatda istifadə olunur. Sayıları Roma rəqəmləri ilə ifadə deməli 21-ci Rom rəqəmini eləyəcək uşaqlar. 21-ci əsr. 3-cü Şah Abbas. Kral 14-cü. 14 necə yazılır? Kral 14-cü Ludovik. Ludovik. İkinci Qarabağ müharibəsi. İkinci Qarabağ müharibəsi. Gördüyünüz kimi biz rum rəqəmi ilə yazanda heç bir şəkilçidən istifadə etmədik. Verilmiş sayıları sözlərlə ifadə eləyin. Baxın, bunu yazacağıq. 10/7. Bunu yazacağıq. 11/10/3. Bunu yazacağıq uşaqlar. Bunu baxın, bunu yazırıq. 1 tam, bunu ayıraq yuxarı. 1 tam %63. 5-6. Necə yazılacaq bu? Bunu yazacağıq bura. 5-6. Asandır bu. 19-cu. 19-cu. 0 tam. 0 tam. Yüzdə. Vergi qoyulmur. Uşaqlar burada. Yüzdür. Burada qoyulmur. %37. 7. Bu nədir? 10/1. 10/1. Keçirik. Hansılar eyni? 2/1, 1 tam 10/2. 2/1. 2/1 budur. 0 tam %25, 0 tam %25, 4/1. Eyni məna ifadə edir. 0 tam %25 budur. 1 tam 10/2, 5/1 ola bilməz bu heç. 4/1. 4/1 də 4/1 budur. 3 tam 10/4 bu səhvdir. Bu səhvdir. Bu da səhv idi. Bunlar bir idi. Sonra 4/3, 1 tam %1 tam %3 tam 10/4. 1 tam %75 də bu doğrudur. Doğrudur. Bu səhvdir. 0 tam 10/4, 5/2. 5 bunların heç biri yoxdur uşaqlar burada. Heç biri olmadığına görə ona görə cavabımız olacaq hamısı B variantında. Sayıların
Yazılışında buraxılmış səhvlər. 5-ci söz 5-ci yazılır, n düşür. 4-də 3 sayını 3 4 kimi yox, 4 belə yazılmalıdır. 3 bu tərəfdə yazılmalıdır. 21-ci əsrdə C şəkilçisindən istifadə olunmur. Yüzlərlə baxın, yüzlərlə burada qeyd edildiyim kimi onlar nə ilə yazılmalıdır? Görürsüz, yalnız sözlə yazılır. Ona görə nə olacaq? Yüzlərlə. Bununla da nə oldu? Bizim ikinci fəslimiz bitdi. Növbəti videolarda görüşərik hələ.